Sizi Müqəddəs Nəcəf Əşya şəhərindən və Hadi TV kanalından salamlayırıq. Bugünkü gündə mövzumuz İmam Əli əleyhissalam Peyğəmbər və Əhl-i Beyt əleyhissalamın ziyarəti haqqında olacaqdır. Verilişimizin qonağı ilahiyyatçı Şeyx Fəqan qardaşımızdır. Xoş gəldiniz, salamlayırıq sizi. Aleyküm selam və rəhmətullah və bərəkatuhu. Xoş gördük sizi bu verilişdə. Və mən də ilk olaraq bütün tamaşaçıları da salamlayıram mövzudumdan. Bəli, Şeyx, burada bizlərə bəzi suallar var ki, onlara xahiş edirik cavablandırasınız. Peyğəmbər və Əhl-i Beytinin ziyarəti haqqındakı ziyarət sözünün mənası nədir? Bunu bizə açıqlayarız. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina və nebiyyina Muhammed və ala alihi tayyibin tahirin və la'natullahi ala a'daihim ecma'in minəl an ila qiyam yevmiddin. Mövzumuz özü əvvəldə qeyd etdiyimiz kimi Peyğəmbər və onun pak Əhl-i Beytinin ziyarətidir. Yəni, əslində mövzu ümumi ziyarət haqqındadır. Sadəcə ən böyük ziyarət ki, bizə əmr olunub, o İslam Peyğəmbəri və onun Əhl-i Beytinin ziyarəti və digər Peyğəmbərlərin ziyarətidir. Və bu barədə əslində İslam dininin mənbələrinə müraciət eləsək, görərik ki, bir çox əmrlər var bizə aid. İstər Qurani Kərimin nə qədər ayəsində buna işarə eləyən, bu ziyarətin əhəmiyyətinə və Peyğəmbər və onun Əhl-i Beytinə yönəlməyin əhəmiyyətinə işarə eləyən ayələr var. Və həmçinin hədislərimizdə Peyğəmbər və onun Əhl-i Beytindən bizə gələn o ki hədislər var, həmin o hədislərdə də bizim Peyğəmbər və onun pak Əhl-i Beytini ziyarət eləməyin əhəmiyyətini bizə bildirən bir çox hədislər var. Və bu barədə bir çox kitablar yazılıb. Sadəcə bu mövzuya girməmişdən əvvəl elə sizin də sualınıza cavab olsun deyə birinci ziyarət nədir? Çünki biz hər dəfə ziyarətdən danışanda bir çox insanlar ziyarət sözünü eşidirlər, amma ziyarət sözü görəsən doğrudan öz mənası nədir və lüğətdə nə mənaya aid edilib bu söz, bundan xəbərsiz olurlar. İlk olaraq hər bir mövzunu bilməmişdən əvvəl, hər bir mövzunu araşdırmamışdan əvvəl yaxşı olar ki, insan o mövzuya aid olan hər bir elmdə bu cürdür. Bir elmi araşdırmamışdan əvvəl, birinci o elmin və ya bir mövzunu araşdırmamışdan əvvəl ilk olaraq o mövzunun adını araşdırırlar. Görəsən bu ad nədir? Niyə bu ad buna qoyulub? İlk olaraq da ziyarət mövzusuna, Peyğəmbər və onun Əhl-i Beytinin ziyarət mövzusuna daxil olanda ilk olaraq ziyarət sözü nə mənasındadır? Ziyarət sözünün mənası ki, ziyarət zəvərə, zarə ki, feilindəndir və zeyn, vav və ra hərflərindəndir. Bu barədə biz lüğətlərə müraciət edəndə əslində bir çox ərəb dilinin məşhur lüğətləri var. Sadəcə biz onlardan ən əsas ikisinə müraciət elədik və digər lüğətlər də demək olar ki, məna baxımından eyni mənaları deyirlər. Sadəcə misal olaraq ki, mövzu daha da geniş, ətraflı olmasın. İlk olaraq İbn Faris ki, özü məşhur lüğət alimidir ki, bu ərəb dilindəki sözlərin mənasını izah eləyən lüğət alimidir və onun məşhur Məqayisul Lüğa əsəri var. Məqayisul Lüğədə İbn Faris deyir ki, za, vəl-vav və ra. Za hərfi, vav və ra hərfindən, həmin o zəvərədən. Bu sözdən tutulmuş sözlər haqqında danışır. Çünki biz lüğətə müraciət eləsək və ərəb dilinə müraciət eləsək, görərik ki, ərəb dilində ziyarət deyiləndəki ziyarətin əsası ki, zəvərə feilindən, za, zeyn, vav və ra hərflərindəndir. Bu sözdən bir çox sözlər var. Yəni, müəyyəni yaxşı mənada, hətta müəyyən pis mənalarda işlənənlər də var. Yəni, necə pis? Yəni, müəyyən günahlar haqqında da məsələn bu söz işlənir. Bu sözlərin hamısı haqqında danışanda deyir, əslun vahid. Bunlar hamısı bir dənə əsildir. Bir dənə sözdən ibarətdir. Yəni, bütün bu kökdən, bu hərflərdən tutulan sözlərin hamısının əsli kökü eynidir. Yədullu aləl-meyl vəl-udul. Nəyə dəlalət edir? Nəyəsə meyl eləmək, nəyəsə yönəlməyə dəlalət edir. Yəni, bir insan deyəndə ki, zarə, ziyarət elədi, kimisə, yəni ona yönəldi. Ona doğru üz çevirdi, ona doğru istiqamətləndi. Yəni, bu İbn Farisin Məqayisul Lüğa əsərində verdiyi məna idi ki, bu 3-cü cild 36-cı səhifədə
Onu həmən Məqaifül Lüğədə zikr edir. Bundan sonra bu sözə daha geniş, öz lüğətində daha geniş yer vermiş alimlərdən biri, lüğət alimlərdən biri Şeyx Turayhidir. Şeyx Turayhi təqribən 11-ci əsrdə yaşayıb. Şeyx Turayhi Məcməül Bəhreyn əsəri var. Şeyx Turayhi özü əslində yəni bu lüğətin sahibi böyük bir alim olub. Və həm mühəddis olub, hədis alimi olub, həm fəqih olub, həm lüğət ədib olub. Və təsəvvür edin, bunun yazdığı Məcməül Bəhreyn əslində Quran və hədislərdə gələn, əsasən ən əsas Quran və hədislərdə gələn sözlərin mənasına izah verir. Bu barədə danışanda, baxmayaraq ki, bunun bu kitabı, Məcməül Bəhreyn kitabı, özü bir lüğət kitabıdır. Adı yəni lüğət kitabı, sözləri izah edən, ərəb dilində olan sözlərin mənasını izah edən bir dənə lüğət kitabı. Amma buna baxmayaraq biz fəqihlərimizin, böyük alimlərimizin kitablarına müraciət eləsək, görərik ki, onlar bu kitabı təkcə lüğət mənasında istifadə eləmirlər, lüğət kitabı olaraq istifadə eləmirlər. Bir növ hədis mənbəyi də istifadə edirlər. Bu, həmən bu kitabın müəllifinin olan elmi əhatəsini bildirir ki, bu Məcməül Bəhreyni yazan Şeyx Turayhi rəhmətullah əleyh o qədər elmi əhatəsi vardı, mühəddisi idi ki, elə böyük bir mühəddis idi. Baxmayaraq ki, lüğət əsəri idi, amma lüğət əsərində getirdiyi hədisləri sonrakı alimlər həmin hədisin mənbəsini yazanda deyirlər Məcməül Bəhreyndə Şeyx Turayhi bunu getirib. Şeyx Turayhi 3-cü cild, Məcməül Bəhreynin 3-cü cild 319-cu səhifəsində bu barədə danışır. Deyir: "Və zarahu yazuruhu ziyarətən." Ki, bu sözün mənasını verir, deyir, yəni zarahu, yəni qəsədəhu, biri-birini ziyarət elədi, yəni onu qəsd elədi. Ona qəsd elədi, yəni niyyət tutdu ki, ona tərəf getsin, ona yönəldi, ona istiqamətləndi. Ki, bu sözü deyir, sonradan bu sözün cəmlərini deyir. Deyir və fihi, elə buradandır ki, hədis getirir. Hədisdə ziyarətin işlənmə sözlərini deyir. Deyir, mən zara əxahu fi canibil Misr, ey qəsədəhu ibtiqaə vəcihillah, fəhuvə zavruh. Kim bir qardaşını hər hansısa bir dənə şəhərdə, yəni uzaq bir məmləkətdə ziyarət eləmək istəsə, mən zara əxahu, zara yəni ey qəsədəhu, yəni onu qəsd eləsə, yəni bir şəhərindən çıxıb istiqamətlənir hər hansı bir şəhərə doğru getmək ki, bir mömin qardaşını ziyarət eləsin, ibtiqa vəcihillah, Allaha görə. Niyyəti Allah olsa, fəhuvə zavruh. Onu elə bil ziyarət eləmiş kimidir. Yəni qəsd eləsə elə bil ona yönəlib və yaxud da və huvə zavruh, yəni vəcihillah ki, dedi, Allahı ziyarət eləmiş ki, dedi, və haqqun alallah ən yukrimə zavrah. Deyir kim bir uzaq şəhərdə qardaşını ziyarət eləməyə getsə, yəni onu qəsd eləsə, bu həqiqətdə Allahı ziyarət eləyib. Allahı ziyarət eləyib nə mənada? Allah ki, bir məkanda deyil. Yəni Allaha yönəlib, Allaha qəsd eləyib, Allaha doğru getmək istəyib. Və haqqun alallah ən yukrimə zavrah. Və Allahın da boynunda bir haqqdır ki, təbii ki, bunu kimsə Allahın boynuna qoymur. Necə ki, Allah Taala Qurani Kərimdə deyir ki, özü ki, Allah özü özünə rəhməti yazdı. Rəhməti vacib elədi. Yəni Allah özü üçün lazım tutur ki, mən bunu eləyəcəm. Söz verir, vədə verir və Allahın vədəsi budur ki, onu ziyarət eləyən, yəni onu qəsd eləyən, ona doğru yönələn şəxsə hörmət eləsin. Ey qasidi, yəni kim Allaha qəsd eləsə, ona hörmət eləsin. Və yaxud da başqa bir yerdə hədislərdə ki, bir çox hədisləri gəlir və Məcməül Bəhreyndə Şeyx Turayhi rəhmətullah aleyh bu sözə izah verir. Deyir və fihi, elə bu mənadadır. Mən fəalə kəza fəqət zarallahu fi ərşi. Məsələn, müxtəlif hədislərimiz var. Bir çox ibarələrini, bir çox sözlərini, müxtəlif sözlərlə gələn hədislərimizə gəlib ki, kim məsələn bu cür nə iş görsə, fəqət zarallahu fi ərşi. Allahı ərşində ziyarət edib. Məsələn, Peyğəmbərin ziyarətində hədisimiz var ki, səhih hədisdə Peyğəmbərin ziyarəti haqqında, savabı haqqında soruşanda İmam Sadiq əleyhissalam buyurur ki, kim Peyğəmbəri ziyarət eləsə, kəmən zarallahu fi ərşi. Elə bil Allahı ərşdə ziyarət eləmiş kimidir. Və yaxud da İmam Hüseyn əleyhissalamın ziyarətində də bu söz var. Ki, İmam Hüseyn əleyhissalamı kim ziyarət eləsə, kəmən zarallahu fi ərşi. Allahı ərşində ziyarət eləmiş kimidir. Yaxşı, bunun mənası nədir? Bunun mənası deyir, elə həmin mənadır. Yəni, kim məsələn bu işi görsə, məsələn, misal üçün biz müxtəlif işlər haqqında var, təkcə ziyarət haqqında deyil. Amma biz sadəcə ziyarət haqqında olan hədislərdə də var ki, Peyğəmbəri ziyarət eləsə, Allahı ərşdə ziyarət eləmiş kimidir. Yəni, kim Peyğəmbəri qəsd eləsə, Peyğəmbərə doğru yönəlsə, elə Allahı ziyarət eləmiş kimidir, yəni Allaha yönəlib.
Allaha ərşdə yönəlib, yəni Allaha ərşdə ziyarət edib, yəni ərşdə yönəlib, Allaha ərşdə yönəlib, yəni Allaha yaxınlığın ən son həddini bildirir. Və ən son həddini burada bildirir və buradan təbii ki, bizə məlum olur ki, yəni bu sual da oluna bilər ki, kimlərsə tərəfindən həmin bu sözün mənasında. Şeyx, buyurun. Üzr istəyirəm, bu bizim canlı bağlantılarımız var. Bəli. Yəni veriliş əsnasında zənglər ola bilər. Yəni tamaşaçılar istəsələr aşağıda nömrə ki yazılıb, oradan bizlə əlaqə saxlaya bilərlər. Bəli. Buyurun. Yəni biz ki indi ziyarətin lüğəvi mənasını dedik, lüğətdəki mənasını dedik və sonradan gəldi dedik ki, elə Allah'a ziyarət eləmiş kimi olacaq. Bu yəni hədislərimizdə gəlib, yəni Allaha yönəlmiş kimi olacaq. Biri ola bilər burada sual eləsin. Ki, məsələn, sualı da bundan ibarət olsun, yaxşı bu Peyğəmbərin, Əhl-i Beytin ziyarəti ki, həmən ona yönəlməkdir. Bəs biz də hədis getirdik. Hədis getirdik ki, kim məsələn Peyğəmbəri ziyarət eləsə, Allaha ərşdə ziyarət eləmiş kimidir. Məna da verdi ki, yəni Allaha yaxınlığın ən son həddini bildirir. Yəni Allaha yönəlmiş kimidir. Düzdür? Yəni ziyarət özü yönəlməkdir. Nəyisə doğru qəsd eləmək, nəyisə qəsd eləməkdir. Düzdür? Nəyisə doğru meyl eləməkdir. Nəzür ki, İbn Faris bunu qeyd eləmişdi. Kimsə burada deyə bilər ki, yaxşı Peyğəmbərin ziyarəti elə Allahın ziyarəti kimidir. Allahın ziyarətidir. Buna da cavabda elə Şeyx Turayhi rəhmətullahi aleyh Məcmuül Bəhreyndə həmin bu sözü getirəndə Şeyx Səduq rəhmətullahi aleyhdən bu sözü getirir. Şeyx Səduq rəhmətullahi aleyh deyir ki, ziyarətullah Teala ziyarətü ənbiyayı. Yaxşı, biri Allahı ziyarət eləmək istəsə, nə söz ziyarət eləsə? Yəni ziyarət dediyi nə mənadadır? Yəni yönəlmək mənasında, qəsd eləmək, ona doğru meyl eləmək, ona doğru üdul eləmək. Üdul mənası budur ki, yəni ona doğru yönəlirsən, ondan başqa hər bir şeydən bütün əlaqələrini kəsirsən. Deyir, biri Allahı ziyarət eləməsə, Allahın ziyarəti nə cürdür? Deyir, Allahın ziyarəti elə onun peyğəmbərlərinin və onun hüccətlərinin ziyarətidir. Kimsə Allahı ziyarət eləmək istəyir, Allaha yönəlmək istəyirsə, yönəlmək istəyəndə nə cür yönələcək? Allahın yer üzərindəki xəlifəsinə, Allahın yer üzərində təyin elədiyi hüccətə doğru, peyğəmbərə doğru yönələcək, imama doğru yönələcək. Niyə? Çünki bunlar həqiqətdə Allahın elə bir yer üzərində Allah Teala bunları bir nümayəndə göndərib. Və bu nümayəndə rəhmətullahi aleyh deyir ki, mən zarəhum fəqad zarallah. Kim bunları ziyarət eləsə, yəni peyğəmbərləri ziyarət eləsə və yaxud da imamları ziyarət eləsə, bunlar həqiqətdə Allahı ziyarət eləyib. Kəma və sonradan sözünə bir növ şahid getirir. Yəni sözünə bir təkid kimi getirir. Bir dəstək olsun deyə bu nəzərdə getirir ki, kəma ənnə mən əta'əhum fəqad əta'allah. Deyir, nə cür ki, kim bunlara itaət eləsə, həqiqətdə Allaha itaət eləyib. Allah Teala ki, Quran-ı Kərimdə buyurur ki, əti'ullah və əti'ur rəsul. Allaha itaət edin və Allahın peyğəmbərlərinə, rəsuluna itaət edin və ulul əmri minkum və sizdən olan əmr sahiblərinə, yəni məsum imamlara itaət edin. Bu ayədən biz başa düşürük ki, kim həqiqətdə Allaha itaət eləsə, yəni Allaha itaət eləmək istəsə, gərək nə eləsin? Peyğəmbərə itaət eləsin. Ma atakumur rasul fəxudu. Necə ki ayədə Allah Teala deyir ki, peyğəmbər sizə nə versə onu götürün. Və ma nahakum anhu fəntahu, və peyğəmbər sizin nədən çəkindirsə, siz də ondan çəkinməlisiniz. Mənası nədir? Mənası budur ki, yəni peyğəmbərə Allaha itaət eləmək istəyirsənsə, peyğəmbər nə deyirsə ona itaət eləməlisən. Yəni sənin peyğəmbərə itaət eləməyin həqiqətdə Allaha itaət eləməkdir. Peyğəmbərə üsyan qaldırmaq onun Allaha üsyan qaldırmaqdır. Və həmçinin imamlar da bu cür nədir? İmama itaət eləmək Allaha itaət eləməkdir, imama üsyan qaldırmaq Allaha üsyan qaldırmaqdır. Düzdür? Ziyarət də o cür nədir? Yəni kim Allaha doğru yönəlmək istəyirsə, geri peyğəmbərə doğru yönəlsin. Və kim Allaha doğru yönəlmək istəsə, Allaha doğru meyl eləmək istəsə, gərək onun təyin elədiyi hüccətlərə doğru meyl eləsin və onlara doğru yönəlsin. Və bundan sonra da Şeyx Səduq rəhmətullahi aleyh buna uyğun söz getirir. Və sonradan Məcmuül Bəhreyndə Şeyx Turayhi rəhmətullahi aleyh sözünə bir dəlil getirir. Sözünün dəlili nədən ibarətdir? Sözünə dəlil getirəndə Şeyx Səduq rəhmətullahi aleyh deyir ki, və fid-dua və həmçinin məsumlardan bizə gəlib çatmış dualarda ki, bizə məsumlar Allahla danışmağı öyrədir. Allahla nə cür danışmalıyıq, bunu bizə öyrədir. Bunu öyrədəndə, məsələn, həmin o duaların birində deyirik ki, Allahummə cəalni min zuvvarik. İlahi, məni öz zəvvarlarından qərar ver. Səni ziyarət eləyənlərdən qərar ver. Yaxşı, öz zəvvarlarına necə qərar versin?
Allah ki, nəuzubillah bir məkanda deyil. Çünki əgər məkanda olsa, birinci gərək Allah cism olsun. Və sonradan məkan gərək hər hansısa bir şey Allaha əhatə eləsin. Halbuki Allah Teala Qurani Kərimdə bunların hamısını inkar eləyir. Və burada yaxşı, bəs ziyarət nə mənadadır? Ziyarət burada elə ziyarətin lüğəvi mənasıdır. O da nədir? Yəni Allahummə cəalni min zuvarik, İlahi məni səni ziyarət eləyənlərdən qərar ver. Yəni min qasidik, məni səni qəsd eləyənlərdən, sənə doğru istiqamətlənən, sənə doğru meyl eləyən və sənə doğru hərəkət eləyən şəxslərdən qərar ver. Mənası budur. Bunu deyəndən sonra gəlir deyir və ziyarə fil urf. Amma cəmaət arasında ziyarət nə mənasındadır? Bu ziyarətin həqiqi mənası idi ki, Quran-Kərimdə də istifadə olunur. Yəni müəyyən yerlərində ki, bu mənaya doğru istifadələri var və həmçinin məsələn hədislərdə və dualarda da istifadə olunur bu mənada. Amma ürfdə cəmaət arasında ziyarət nə mənasındadır? Deyir, cəmaət arasında ziyarət qəsdül məzur ikramənləh. Ziyarət eləmək istədiyi şəxsi qəsd eləmək və ona doğru getməyi niyyət eləmək və ona hörmət eləmək mənasında. Yəni onu uca tutmaq üçün onun yanına getmək və ya ona doğru yönəlmək mənasında. Və təzimənləh, yəni onu əzəmətli bilmək üçün və istinasən bih və onu ilə bir növ ünsiyyət qurmaq üçün istifadə olunan mənadır. Bu, yəni ilk sual ki, bundan ibarət idi ki, yəni ziyarətin mənası nədir və ziyarətin o lüğətdən olan mənası bundan ibarət idi ki, qısa olaraq yəni xülasələşdirsək bu mənanı, məna bundan ibarətdir ki, insan hər hansı ziyarət eləmək istədiyi şəxsi fərq eləməz. Ona doğru yönəlməyi. Bu yönəlmək neçə cür ola bilər? Bir yönəlmək olacaq cismani yönəlmək. Ki, məsələn, mən indi hər hansısa bir şəxsi ziyarət etmək istəyirəm. Bilərəm ki, bu şəxs müəyyən bir dənə şəhərdədir. O şəhərə doğru gedirəm, onu ziyarət edirəm. Və yaxud da Peyğəmbər və Əhl-i Beytinin mübarək məzarlarını ziyarət etmişəm. Məsələn, kimsə istəyir, məsələn, indi istəyirəm ki, gedim Həzrət Əmir əl-Müminin Ali ibn Əbi Talib əleyhissalamın qəbrini ziyarət edeyim. Cismən istəyirəm, dururam, gedəm cismən, onun qəbrini ziyarət edirəm. Bir dəfə də budur ki, yox, ziyarət ruhi mənasındadır. Ruhən ziyarət eləmək mənasında. Yəni, insan qəlbən yönəlsin. İnsan ki, qəlbən yönəlir, həmin o qəlbən yönəlməyi nə mənadadır? Yəni, insan bu qəlbən yönələcək, həmin o ziyarət eləmək istədiyi şəxsə tərəf. Və qəlbən yönəlməyi özü elə həqiqətdə nədən ibarət olacaq? Qəlbən yönəlməyi onu ziyarət eləmək olacaq. Nə cür ki, biz hədislərə müraciət eləsək, görərik ki, hədislərdə də açıq-aşkar ziyarət iki cür bölünür. Yəni, Peyğəmbər və onun əhl-i beytinin ziyarətidir. Bir var ki, insan çalışsın, elə imkanı çatırsa, getsin cismən ziyarət eləsin. Onun da özünün böyük əhəmiyyəti var. Bir də bunun müqabilində insan çalışır, nə cür ziyarət eləsin? Ruhən. Necə ruhən ziyarət edir? Məsələn, oturur öz şəhərində uzaqdan. Məsələn, Şaban ayının 15-i ki, məsələn, ziyarət eləmək, o həmin o gecə, Nimə Şaban ki, deyirlər, o gecə ziyarətində hədislərdə də gəlib ki, get İmam Hüseyni ziyarət elə. Deyir, birinin imkanı olmasa neynəsin? Deyir, çıxsın ən azından bir hündür yerə, üzünü çevirsin sağa sola və sonradan desin ki, Əssəlamu aleykə Əbə Abdillah el-Hüseyn aleyhissalam. Ki, yəni o cürünə salam versin, bu da ruhan onun yönəlməyidir. Bu ziyarətin mənasıdır və bu barədə sonraki bəhslərimizdə də bu məna üzərində danışmağa çalışacaq. Çox sağ olun, maraqlı məqamlara toxundunuz. Bəs belə bir sual yarana bilər ki, indi biz Əli əleyhissalamın ətrafındayıq, bəzi insanlar ki, gəlir ziyarət edir. Yəni belə sual vermək olar ki, bəs onlar dünyalarına dəyişiblər, artıq yəni yoxdular, yəni ölüblər, nətər ola bilər ki, yəni bu əlaqə olsun və Allaha yönəlmək olsun. Yəni bu sual həqiqətdə yəni mövzuya daxil olmamışdan əvvəl bir yaxşı sualdır. Bu da ona görə yaxşı sualdır ki, çünki müəyyən bir şəxslər sonradan ki meydana çıxan müəyyən bir qruplar, bunlar həmin bu ziyarət haqqında müəyyən şübhələr ortaya atırlar və ziyarəti qəbul eləməmək və ümumiyyətlə İslam dininin ən mühüm məsələlərinə və İslam dinini bir növ istəyirlər ki, Peyğəmbər və onun əhl-i beytindən ayırsınlar. Peyğəmbər və onun əhl-i beytindən ayırmaq üçün neçə dənə ən mühüm məsələyə toxunurlar bunlar. Çünki Peyğəmbər və əhl-i beytindən bu dini ayırsın, dinin həqiqəti qalmayacaq. Necə ki, biz bunu inşallah sonraki bəhslərimizdə bir-bir danışacaq ki, əgər Peyğəmbər və əhl-i beytindən ayırsaq, elə Qurani Kərimdən də dəlillər getirsək, əslində bu mövzu özü ayrıca bir mövzudur.
Biz ki ziyarət haqqında danışmaq istəyirik. Ayrıca çox mühüm bir məsələdir ki, dinin Peyğəmbər və onun əhl-i-beyti ilə olan əlaqəsi. Görəsən bu dinin Peyğəmbər və onun əhl-i-beyti ilə nə əlaqəsi var? Qurani-Kərimə biz müraciət edəndə inşallah buna az da olsa sonraki bəhslərimizə toxunmağa çalışacaq. Amma daha geniş bəhsə inşallah sonraki yəni bəhslərə və sonraki mövzulara qalar. Ki əslində bir insan bu mövzunu araşdırmaq istəsə, Qurani-Kərim işığı ilə, Peyğəmbər və onun əhl-i-beytinin hədisləri ilə, həmin mötəbər hədislərlə buna yəni aydınlaşdırmaq istəsə görəcək ki, bu din elə sırf Peyğəmbər və əhl-i-beyti ilə bağlıdır. Başqa bir şey deyil. Yaxşı, indi bunlar bu dini öz həqiqətə ayırmaq üçün bir qruplar meydana çıxdı. Bunlar ayırmaq üçün nələrsə eləməli idi. Nələr eləməli idilər? Cəmaatı ayırmalı idilər. Həmin bu yəni Peyğəmbər və Əhl-i-Beytdən ayırmağın bir yolunu tapmalı idilər. Həmin ayırmağın yolunu nə cür tapacaqdılar? Həmin ayırmağın yolu bir yolu idi. Peyğəmbər və onun Əhl-i-Beytindən ilk olaraq cismi və ruhi bağlılığı ayırmalılar. O da nə cürdür? Bir, onların qəbrini ziyarətini qadağan eləməklə, bir də onları təvəssül eləməyin qadağan eləməklə. Şeyx, özür istəyirik, indi biz fasiləyə ayrılmalıyıq. Yəni qısa bir müddətdən sonra yenə mövzumuza qayıdacağıq. İnşallah. Videodayıq. İnşallah mövzumuz davam edir. Şeyx Fəlan qardaşımız mövzumuzu davam edəcək inşallah. Buyurun Şeyx Fəlan. Sualımız, yəni axırıncı sual bundan ibarət idi ki, yəni verdiyiniz son sual bundan ibarət idi ki, görəsən müəyyən insanlardır ki, o dedik, şübhə meydana atırlar. Yəni meydana şübhə atırlar ki, və şübhələr də bundan ibarətdir ki, yəni Peyğəmbər və onun əhl-i-beyti gün ölüb çıxıb gedib. Hətta nəuzubillah, həmin o məzhəblərin böyüklərindən biri çox sözlər bu barədə çıxıb, hətta birində öz əlinə əsanı alır və əsanı alanda deyir ki, mənim bu əsam nəuzubillah İslam Peyğəmbərinin adını çəkir və deyir ki, ondan daha xeyirlidir. Çünki mən ən azından bunu ilə ilan öldürürəm, əqrəb öldürürəm, mən özümü müdafiə edirəm, amma onun mənə heç bir faydası yoxdur, heç bir şey yoxdur. Ki bunlar dediyimiz kimi ən əsas hədəf bundan ibarət idi ki, dinin həqiqətini aradan aparsınlar. Dinin həqiqəti Peyğəmbər və onun əhl-i-beytidir. Yəni bunu Qurani-Kərimin bütün ayələri, yəni ayələrinə bir baxdıqda və bir çox yerlərə baxdıqda və hədislərə əsasən baxdıqda görürük ki, doğrudan da dinin həqiqəti bundan ibarətdir. Bunlar bu dinin həqiqətini ayırmaq üçün bu fikri meydana atdılar və ilk olaraq dediyimiz kimi insanların Peyğəmbər və onun əhl-i-beytinə olan əlaqəsini qırmaq istədilər. Əlaqəni nə cür qıracaqlar? Bir, qəbirlərinin ziyarətinin haram, təkcə haram da yox. Çünki haram desələr, indi ola bilər biri deyər ki, haramdır, günahdır, mən qeyd eləyirəm, bir problem yoxdur. Amma bunlar birbaşa haramın da ən son həddini getirdilər, dedilər şirkdir. Allaha şərik qoşmaqdır, ta insanlar getməsin. Niyə? Çünki birinci bəziləri eşidəcək, bunu qorxacaq ki, bəli, mən Allaha şərik qoşmaq istəməm. Allah çünki Qurani-Kərimdə deyir ki, mən bir dənə özümə şərik qoşmağı bağışlamıram, ondan başqa bütün günahları bağışlayıram. Bundan qorxacaq, kimsə də bundan qorxmasa, bu fikir qəbul etsə, ən azından onu öldürməyin bəhanəsi olsun ki, bəli, bu Allaha şərik qoşur. Və digər bir yolda gəldilər, təvəssülü, mənəvi bir bağlılığı da qırdılar. Təkcə zahiri bağlılığı yox, təkcə qəbir ziyarətinin haramlığı ilə yox. Və həmçinin mənəvi bağlılığı da. Mənəvi bağlılığı nə idi? Təvəssül edərək insan qəlbən Peyğəmbər və onun əhl-i-beytinə yönəlir. Həmən bu qəlbi yönəlməni də qırmaq istədilər. Ki, dini aradan aparsınlar. Ən əsas məqsəd bu ikisini aradan aparmaqla dinin həqiqətini aradan aparmaq idi. Amma bizim bu barədə cavablarımız daha çoxdur və sadəcə qısa olaraq verilişimiz özümüz də hər hansı bir qruplara, hər hansı bir şübhə meydana atanlara cavab üçün deyil. Sadəcə bu məsələ ziyarətin əsas mövzumuz ziyarət, yəni Peyğəmbər və onun əhl-i-beytinin ziyarətinin həqiqəti nədir və bu ziyarətə olan bu qədər təkiddən hədəf nədir? Nə məqsəd var idi? Çünki bu din hər bir hökmündə müəyyən bir məqsəd və hədəfi var. Hər bir hökmündə əgər müəyyən məqsəd və hədəfi varsa, demək həmin bu Peyğəmbər və onun əhl-i-beytinin ziyarətinə də bu qədər əmr varsa, bu əmrə də bir dənə hədəfi olmalı, bir məqsədi olmalıdır ki, inşallah bu barədə sonraki bəhslərimizdə daha geniş danışmağa çalışacağıq. Bu Peyğəmbər və onun əhl-i-beyti görürsən, yəni ölüdür, çıxıb gedib. Nə mənası var? Birincisi, biz bu məsələnin özünü əslən qəbul eləmirik. Yəni, qəbul eləmirik ki, Peyğəmbər və onun əhl-i-beyti birinci ölü deyil. Kim dedi ölüdür? Qurani-Kərimin açıq-aşkar ayələri,
Ki Allah Teala bir Bəqərə surəsində, bir də Ali İmran surəsində. Bəqərə surəsi 154-cü ayədə Allah Teala deyir ki: "Və la taqulu limen yuqtal fi sabilillah amwat bel ahya'un velakin la teş'urun." Və la taqulu deməyin limen o şəxsə ki yuqtal fi sabilillah. Yəni Allah yolunda öldürülmüş şəxsə ölü deməyin. Yəni onlar haqqında kimlər ki Allah yolunda öldürülüb, onlara ölülər deməyin. Niyə? Bəl əhyaun. Əksinə onlar diridirlər. Ölü deyillər. Velakin la teş'urun. Siz bunu dərk eləmirsiniz. Bu ayəyə biz əslində bu ayə üzərində çox dayanıb çox danışmaq olar. Niyə? Çünki birincisi Allah Teala bu ayədə qadağa qoyur. Və la taqulu, və la taqulu, yəni deməyin nə deməkdir? Allah qadağan eləyir, nəhy eləyir. Əgər çəkindirirsə, qadağan eləyirsə, həmən usul-i fiqh elminin də əlfaz ki, əsasən sözlər bəhsində açıq-aşqar, yəni alimlərin qəbul elədiyi bundan ibarətdir ki, nəhy özü, yəni qadağan özü, qadağa ki var, Allah Teala bir şey qadağan eləyirsə, bu özü haramlığı bildirir. Məsələn, və la taqrabuz zina, və la taqrabu malal yetim, yetimin malına yaxın durmayın və zinaya yaxın durmayın. Mənası nədir? Yəni haramdır, qadağandır. Niyə üçün nəhy var? Və la təşrabul xamr. Məsələn, şərab içməyin. Bu nəhidir, nəhidirsə yəni qadağandır. Allah Teala da deyir ki: "Və la taqulu limen yuqtal fi sabilillah amwat." Allah yolunda öldürülmüşlərə ölü deməyin. Yəni qadağandır. Əgər bu fikri ortaya atanlar bu şübhəni hər dəfə verəndə ki, bunlar əslində ölüblər, nə mənası var? Bu ölüblər deyəndə artıq haram iş görürlər. Niyə haram iş görür? Yəni həmin bu fikirlə. Bir var ki, biri indi cəmaatın dilindən öyrəşib deyir ki, hə, Peyğəmbər məsələn öldü, ya nəsə oldu. Bu adi cəmaatın dili ilə öyrəşib, amma həqiqətdə ölülüyünü qəbul eləmir. Niyə üçün həqiqətdə ölülüyünü qəbul eləsə, bu həqiqətdə haram iş görəcək. Çünki Allah Teala qadağan eləyir. Bəl əhyaun, əksinə onlar diridir. Velakin la təş'urun, siz düşünənmirsiniz. Yəni əgər sən bir şey düşünənmirsənsə, bu sənin günahındır. Bu məsələnin özünün günahı deyil ki. Yəni Allah Teala burada deyir ki, siz düşünənmirsiniz, buna görə də onlara ölü deməyin. Bu birinci ayə. İkinci ayədə nədir? Ali İmran surəsi. Ali İmran surəsi 169-cu ayədə. Allah Teala birinci ayədə nə deyirdi? Deyirdi: "Və la taqulu limen yuqtal fi sabilillah amwat." Allah yolunda öldürülmüşlərə ölü deməyin. Düzdür? Birincidə deməyi qadağan eləyir. Amma bu ayəyə baxaq. "Və la təhsəbənnəl-ləzīnə qutilū fi sabilillah amwat." Allah yolunda öldürülmüşü ölü hesab eləməyin. Birincidə Allah deməyi qadağan eləyirsə, ki, ölü demə, qadağan eləyirəm. İkincisi isə nəinki demək, hətta bunu düşünməyi qadağan eləyir. Necə düşünmək? Belə fikrə gəlmək, düşünmək yox. Yəni insan etiqadında dilinə getirmir biri, amma etiqadı budur ki, bu ölüb çıxıb gedib. Düzdür? Bunu belə Allah Teala qadağan eləyir. Niyə qadağan eləyir? Qadağanı bundan ibarətdir. Qadağanı da bundan ibarətdir ki, yəni və la təhsəbənnə bir qadağandır, hesab eləməyin. Bir də ərəb dilinin xüsusiyyətlərindən biri ki, sözdə təkidi bildirəndə təkidlərdən biri nun təkidi səqilədir. Yəni nun hərfidir. Nun hərfi təkidi bildirir. Nun da iki cürdür. Bir xəfifə var, bu səqilə var. Xəfifə yəni sükunlu olan. Və la təhsəbən məsələn desəydi. Bu da təkiddir. Amma təşdidlə gələndə və la təhsəbənnə olanda bu artıq təkidi daha artıq bildirir. Və la təhsəbənnə, yəni bu cür nə hesab eləməyin təkidlə deyir. Niyə? Çünki onlar diridir. Bəl əhyaun, əksinə onlar diridir. Amma birincidə nə deyir? Və lakin la təş'urun. Bunu düşünmürsə, amma ikincidə nə deyir? İndə rabbihim yurzaqun. Rəbləri yanında ruzu yeyirlər. Birinci ayə haqqında bunu deyirik ki, Peyğəmbər və onun əhl-i beyti ki, Allah yolunda öldürülmüşlərdir. Hamısı Allah yolunda həyat sürüblər və Allah yolunda öldürülmüşlərin ən ali zirvəsindədir. Yəni bunlara heç kim çata bilməz ki, bütün ömrünün hər anını, hər saniyəsini Allah yolunda yaşasın, hər saniyəsini, hər anını Allah yolunda fəda eləsin və Allah yolunda öldürülsün. Birinci ayədə deyir, deməyin, siz niyə deməyin? Çünki siz bunu düşünmürsünüz. Amma ikincidə nə deyir? Deyir ki, heç bunu güman da eləməyin, düşünməyin də. Niyə? Çünki onlar diridirlər, İndə rabbihim yurzaqun. Rəbləri yanında ruzu yeyirlər. Ki, bu ayələr bizə açıq-aşkar bildirir ki, Peyğəmbər və onun əhl-i beyti və digər Allah yolunda öldürülmüşlər, hamısı diridilər. Bəs şeyx sözünüzü kəsirik. Bu bəzi xilaf, yəni
qarşı tərəfdən bizə iradlar gətirirlər ki, ində rabbihim yurzaqun, yəni ki, onlar Rəbləri yanındadılar. Yəni deyə bilərlər ki, bu iradə belə verirlər ki, onlar Rəbləri yanında yeyirlər. Yəni o axirət aləminə aiddir. Yəni bu cür iradlar gətirirlər. Bəs bunun nəzir? Bu barədə bəli, yəni müəyyən şəxslər bu ayələrə öz ağılları ilə cavab verməyə çalışırlar. Çünki birinci ayəyə heç cavab verəmirlər. Çünki birinci ayə nədir? La təş'urun. Siz düşünmürsünüz. Düşünmədiyin şey barəsində necə cavab verə bilərsən? Lakin ikinci ayə haqqında gəlib müəyyən bir təvil eləmək istəyirlər. Müəyyən bir məna vermək istəyirlər özlərinə. Öz fikirlərini yəni isbat eləmək üçün. O da bu nədir? Deyir ki, burada Allah Taala nə deyir? Bəl əhyaun ində rabbihim yurzaqun. Əksinə onlar deyirlər və Rəbləri yanında rozu yeyirlər. Yaxşı deyir, bu Rəblərinin yanına aiddir. Yəni Allah nəuzubillah öz fikir, bu da yenə də onların öz əqidəsinə aiddir. Bizim əqidədə, yəni Qurani-Kərim və hədisin dediyi söz buna heç uyğun deyil. Nə deyir? Deyir ki, Allah səmadadır. 7-ci qatda oturub və bunlar da nəuzubillah və bunlar da Allahın yanındadırlar və orada rozu yeyirlər. Onun bura aidiyyəti var. Birincisi biz deyirik ki, biz sizin Allah barəsində olan bu etiqadınızı heç qəbul eləmirik. Və sizin Allah barəsində olan bu etiqadınız tam ziddiyyət təşkil edir Qurani-Kərim və mütəvatir hədislərə əsasən. Birinci, Allah Taala səmada deyil. Niyə? Çünki əgər səmada olsaydı, ən azından bu səma yaradılıb, yaradılmayıb. Allah yaradıb, Allah yaratmayıb. Allah Taala Qurani-Kərimdə özü açıq-aşkar deyir ki, yerləri və göyləri yaradan. Əgər yerləri, göyləri yaxşı, bu göy yaranmamışdan əvvəl harda idi? Göyü yaratdı, sonra yaratdığı şeyin içinə girdi, nəuzubillah. Yəni o içinə girdi, o səma onu əhatə elədi. Bu hamısı bunu göstərir ki, Allahdan böyük nəsə olmalıdır. Allahı nəsə əhatə eləməlidir. Və əhatə eləsə ən azından o yerə bir möhtac olmalıdır, bir ehtiyacı olmalıdır. Bunlar hamısı, yəni ayrıca bir bəhsləri var. Hamısı Qurani-Kərimin açıq-aşkar ayələrinə ziddir və hədislərə əsasən ziddir. Birinci biz bunu deyirik ki, yox, Allah birinci bir məkanda deyil. Ona görə ində rabbihim nə mənadadır? Yəni Rəbləri yanında yaxınlıq mənasında. Nəinki Rəbləri nəuzubillah bir yerdə oturub, bunlar da gəlib onun yanında oturublar, rozu yeyirlər. Düzdür? Bu yaxınlıq mənasındadır. Yəni Rəblərinin çox yaxın, yəni müqərrəblərdəndirlər. Müqərrəb mələklər ki, deyirlər, yəni yaxın mələklər. Nə mənada? Yəni gecə gündüz nəuzubillah Allah bir yerində oturublar onun yanında. Xeyr, bu mənada deyil. Dəlilimiz nədir? Şahidimiz nədir? Qurani-Kərimin özünə müraciət edir. Başqa bir ayə. Qurani-Kərimdə ki, Allah Taala Əraf surəsi 205-206-cı ayədə. Allah Taala bu ayədə müəyyən şəxsləri vəsf edir. Vəsfə ki, diqqət eləyərsiniz. Deyir, vəzkur rabbəkə fi nəfsik. Ki, əmr eləyir Allah Taala. Peyğəmbərə əmr eləyir. Təbii ki, Peyğəmbərə də əmri, düzdür, Peyğəmbər də yerinə yetirir, bu ayrıdır. Amma ən əsas Qurani-Kərimin bir çox Peyğəmbərlə olan xitablarının əsas məğzi bundan ibarətdir ki, Allah Taala Peyğəmbərə əmr eləyir, amma bizə eşitdirmək istəyir. Yəni, Peyğəmbərə əmr olunur ki, yəni biz eşidək. Necə ki, bunu Əhl-i Beytin hədislərində də bizə açıq-aşkar eləyib. İyyəkə əni vəsmə'i ya cari. Ki, Əhl-i Beytin hədislərində də ərəblərin bu məşhur məsalı ki var. İyyəkə əni, yəni səni nəzərdə tuturam, səni deyirəm, vəsmə'i ya cari. Ey qonşum, sən eşit. Ki, bizim dildə ən əsas ki, məsəl olaraq deyirlər ki, qızım, sənə deyirəm, gəlim, sən eşit mənasında. Düzdür? Yəni, eyni mənada olan atalar sözüdür. Bir məsələlərdir xalqlar arasında. Və Əhl-i Beytdən gələn hədislər də bunu bildirir ki, Qurani-Kərimdə olan xitablar Peyğəmbərə bu babdandır. Və əmr edir Allah Taala deyir, "Vəzkur" bu Əraf surəsi 205-ci ayə. "Vəzkur rabbəkə fi nəfsik." Özlüyündə Allahı zikr elə. Təzarruan və xifətən, qorxaraq və xuşu və xuzu halı ilə. Və dunəl cəhri minəl qovl və səs salmadan. Yəni açıq-aşkar qışqıra-qışqıra yox. Elə öz-özlüyündə qorxaraq Allahı zikr elə bil-ğudub vəl-asal, gecə və gündüz. Və la takun minəl qafilin və qafil şəxslərdən olma. Allah Taala əmr edir ki, gecə gündüz Rəbbi öz səsini ucaltmadan Allahdan qorxaraq onu zikr elə, Allahı xatırla və onu zikr və qafillərdən olma. İnnellezine sonra Allah Taala nə edir? Bir möminləri vəsf edir. Möminlərin xüsusiyyətlərini vəsf edəndə deyir: "İnnellezine ində rabbikə la yestekbirun an ibadati." Həqiqətən sənin Rəbbinin yanında onun ibadətindən təkəbbür eləməyənlər və yusabbihunahu
Onu eynirlər? Təkəbbürlü eləmirlər onun ibadətindən və yusabbihunahu və ona təsbih deyirlər və lehu yascudun və ona səcdə edirlər. Allah Təala burada bir dəstədən danışır. Peyğəmbərə əmrindən sonra deyir ki, həqiqətən o şəxslər ki, innellezine inde rabbik, o şəxslər ki, sənin Rəbbinin yanındadılar, la yastakbiruna an ibadati. Sənin o Rəblərinin ibadətindən təkəbbürlü eləmirlər və yusabbihunahu və lehu yascudun. Təkəbbürlü eləməyəndə neyini edirlər və ona səcdə edirlər. Bu ayədə Allah Təala nə dedi? Bir qövmü vəsf elədi. Deyir ki, Allahın ibadətindən təkəbbürlü eləməyən şəxslər ki, ona təsbih deyərlər və ona səcdə eləyərlər. Amma bunların xüsusiyyəti nə idi? İndə Rabbik. Bunlar sənin Rəbbinin yanındadılar. Yaxşı. Bu gün bir dənə mömin Allahın ibadətindən təkəbbürlü eləmirsə və ona təsbih deyirsə və ona səcdə edirsə, həmin bu şəxs həqiqətdə ində Rabbik sözü ona şamildir, şamil deyil. Təbii ki, ona şamildir. Yəni Rəbbimin yanındadılar. Rəbbimin yanındadılar nə mənada? Yəni həmin bu şəxs bu dünyada səcdə edirsə, nəuzubillah, Rəbbi onun yanında oturub bu da onun yanında. Yox. Burada görsənən budur ki, ində Rabbik, yəni Rəbbimin yanında həmin bu şəxslər ki, bu dünyada təkəbbürlü eləməyən şəxslər Allahın ibadətinə, ona təsbih deyənlər, ona səcdə eləyənlər, Allah Taala deyir, bunlar ində Rabbik, sənin Rəbbimin yanındadılar. Necə? Halbuki bunlar bu dünyadadır. Necə sənin Rəbbinin yanındadılar? Sənin Rəbbinin yanındanın mənası budur ki, yəni bunlar Rəbbivə yaxındırlar. Bunların Rəbbivə yaxınlıqları var. Bu suala məncə kifayət edəcək qədər cavab oldu. Bundan sonra həmin bu mövzunu əgər davam etmək istəsək ki, yəni həmən ki Peyğəmbər və onun əhl-i-beyti bizi eşidir və yaxud da onu ziyarət edənlərdən xəbəri var yoxsa yox. Çünki əsas o ki, bunlar deyirlər ki, bunlar ölüdülər. Ölüdülərdə məqsədlər nədir? Məqsəd budur ki, sən ki gedib ziyarət edirsən Peyğəmbəri və onun əhl-i-beytini, bunların heç xəbəri yoxdur. Nauzubillah, hətta bunu açıq-aşkar deyirlər ki, görürsünüz, adi bir daşdır, o daşı ziyarət edirsə, orada heç xəbər yoxdur bizə. Biz dedik ki, əslində isbat elədik ki, xeyr, bunlar diridirlər və xəbərləri var. Və xəbərlərin olmağına aiddə bir çox hədislərimiz var. Və Quran-ı Kərimdən də buna dəlalət edən ayələr var. Bunlar inşallah sonraki bəhslərə qalar. Sadəcə o hədislərin içində istədik bu mövzuya aid bir dənə hədisi seçək. Həmin hədis nədən ibarətdir? Həmin hədisi Kamil-i Ziyarətdə İbn Qovləveyh rəhmətullah aleyh ki, özü Şeyx Mufid rəhmətullah aleyhin ustadı olub. Və Kazımeyn şəhərində dəfn olub İmam Musa Kazım əleyhissalam və İmam Muhammed Təqi əleyhissalamın yanında, yəni onların civarında və Şeyx Mufidin qəbri var. Şeyx Mufidin qəbrinin yanında, yəni ikisi tələbə dostlar yanaşı dəfn olunublar. Kamil-i Ziyarət özü ziyarət haqqında olan kitablardan ki, bu kitablara məzar kitabları deyirlər. Əvvəldə fiqh, yəni kitablarda, fiqh kitablarında ayrıca bir bölmə, necə ki, Kitab-ı Salat, namaz kitabı, Kitab-ı Som, oruç kitabı, həc kitabı, xums kitabı, zəkat kitabı, bu kimi kitablar olub. Yəni necə, yəni fiqh bölmələr. Fiqh bölmələrdən də biri həc bölməsi idi. Həc bölməsinin axırında məzar kitabı da olurdu. Hədis kitablarına müraciət edənlər görərlər, qədimi fiqh kitablarda da olurdu. Məzar kitabı nədən ibarət idi? Peyğəmbər və onun əhl-i-beytini ziyarət eləmək haqqında, onun adabı, o barədə gələn göstərişlər idi. Hədis kitablar ki, məzar kitabları bir çox alimlərimiz yazıb, elə Şeyx Mufid rəhmətullah aleyh, özü Şəhidə Əvvəl rəhmətullah aleyh və bir çox, məsələn, İbn Məşhədi və bir çox alimlərimizin yazdığı məzar kitabları var və bunların içində ən məşhurlarından biri İbn Qovləveyh. Çünki Şeyxül Əqdəmdir, ən qədim şeyxlər, hədis şeyxlərindən biridir. Və İbn Qovləveyhin bu kitabı da mötəbər kitabdır. Və orada nəql elədiyi hədisdə Abdullah ibn Bukeyirdən nəql elədi. Abdullah ibn Bukeyir deyir, mən bir gün İmam Sadiq əleyhissalamla bəhs elədim. Bəhs elədim, hədis özü uzundur, biz sadəcə bir hissəsini getirmişim. Və bura gələndə fəqultu yəbnə Rasulillah. İmam Sadiq əleyhissalama dedim ki, sənə yəni ey peyğəmbərin balası. İmam Hüseyn əleyhissalamın ziyarətindən deyir. Deyir sənə ey peyğəmbərin balası. Law nubişə qabrul Hüseyn ibn Ali əleyhissalam həl kana yusabu fi qabrihi şey'un. Deyir sual verdim ki, əgər İmam Hüseyn əleyhissalamın qəbri açılsa, orada nəsə bir şey tapılar? Yəni orada mövcuddur, mövcud deyil. Bunun da həmən o bəhsi bir növ bizim bəhsimizə aiddir. Niyə aiddir? Çünki bunun sualının məğzi nədən ibarət idi? Çünki İmam Sadiq əleyhissalam bilir nədir? Cavabında da buna işarə eləyəcək. Məğzi nədən ibarətdir? Məğzi bundan ibarətdir ki, yəni o qəbirdə əgər deyilsə, onun ziyarətinin nə mənası var? Bir gün durum gedim o ziyarətin nə mənası var? Bu sözü deyəndə deyir bu sualı verdim. İmam dedi ki, Yəbnə Bukeyr ma a'zam məsailək.
Ey Bükeyrin oğlu, sən nə böyük bir məsələ soruşursan? Yəni adi bir məsələ soruşmursan ki, böyük bir məsələdir ki, sən sual versən ki, bu gün İmam Hüseyn əleyhissalamın qəbri açılsa. Çünki möminin qəbrini açmaq özü hörmətsizlik sayılır, haramdır, qalmışdı ki, imamın qəbri olsun. Amma ondan sonra cavab da verir. İmam deyir ki, İnnəl Hüseyn əleyhissalam ma'a əbihi və ummihi və əxihi fi mənzili Rasulillah sallallahu aleyhi və alihi və ma'ahu yurzaqun və yuhbərun və innəhu lə'an yeminil arş mütəalliqun bih. Deyir ki, Hüseyn əleyhissalam öz atası ilə, öz anası və öz qardaşı ilə bir yerdə Peyğəmbərin mənzilindədirlər, Peyğəmbərin evindədirlər. Və orada rozu yeyirlər, həmin o ayə ki, deyir, İndə Rabbihim yurzaqun, yəni həmin ona işarədir, rozu yeyirlər və orada sevinirlər. Niyəsi yuhbərun deyir, sevinirlər, çünki o ayənin axırını oxusa, o ayənin davamında gəlir ki, bunlar özləri sevinirlər həmin orada. Allah yolunda öldürülmüşlər. Və innəhu lə'an yeminil ərş, bu ev hardadır? Ərşin yanında. Ərşə mütəəddid. Yəni, bəlkə ərş də bir məkan deyil, yəni deyək ki, bir məkanın adı var. Yox. Bunu deyəndən yəqul, İmam Hüseyn əleyhissalam deyir ki, Ya Rəb, əncizli ma vəəddəni, mənə vədə verdiyi yerinə yetir. Vədə verdiyi neydi? Və innəhu, vədə verdiyi yerinə yetir. Vədə verdiyi nədən ibarət idi? Vədə verdiyi, yəni həmin o, bunu ziyarət edənlərə, buna yas saxlayanlar, bunlara şəfaəti çatacaq. Bunu deyəndən sonra İmam Bukeyrin demək istədiyi, o ki, sual vardı, indiki bəzilərdə irad bildirir ki, xəbərlər yoxdur və s. Buna cavab verir. İmam deyir ki, və innəhu ləyəndur ilə zuvvari. İmam Hüseyn əleyhissalam öz zəvvarlarına, onu ziyarət edənlərə nəzər eləyir. Onu ziyarət edənlərə baxır. Və innəhu a'rafu bihim. Və İmam Hüseyn əleyhissalam təhsil onlara baxmaqla deyil, onları hamısını tanıyır. Bi əsmaihim, onların adını bilir. Və əsmai abaihim, və onların atalarının da adını bilir. Və ma fi rihalihim min əhədihim bi vuldi, və onların belində nə qədər ki övladları var, yəni nə qədər ki övladları gələcək, onların hamısını da tanıyır, bilir. Bunları deyəndən sonra ki, imam bildirmək istəyir ki, yəni İmam Hüseyn əleyhissalam və sair digər imamlardan həmsinin. Sadəcə İmam Hüseyn əleyhissalam həm bu barədə hədisimiz gəlir və həmsinin ki, çox ehtimalən sabahki Rəcəb ayının biridir və Rəcəb ayının birinin və gecəsinin də və əsasən də gündüzün də ən böyük əməllərindən biri, ən üstün əməllərindən biri imamın ziyarətidir İmam Hüseyn əleyhissalam. Necə ki İmam Sadiq əleyhissalam deyir ki, və mən zarahu fi əvvəl yevmin Rəcəb, kim İmam Sadiq əleyhissalam buyurur, İmam Hüseyni Rəcəb ayının biri ziyarət eləsə ki, həmin o ziyarəti bildirir. O ziyarəti bildirəndən sonra deyir ki, Qəfərallahu ləhu əlbəttə. Allah ona əlbəttə ki, bağışlayar. Ona görə də, yəni, tamaşaçılarımız hətta öz evlərindən kimin ki, imkanı yoxdur. Bu gecə və sabahları ən azından İmam Hüseyn əleyhissalam bir ziyarətnaməsini oxuya bilər. Və İmam Sadiq əleyhissalam deyir ki, bu bütün zəvvarlarını, istər onu yaxından gəlsin ziyarət eləsin, istər uzaqdan gəlib ziyarət eləsin. Bu ziyarət eləyənlərin hamısını tanıyır və hamısını bilir. Atalarının da adını bilir. Övladları olacaq, onların da hamısını bilir. Və bundan sonra və innəhu ləyənzur ilə mən yəbki. Və İmam Hüseyn əleyhissalam təkcə ona ziyarət edənləri yox, onun üçün ağlayanlara da nəzər eləyir. Fəyəstəğfir ləhu, və onlar üçün bağışlanma istəyir Allahdan. Və yəsəlu əbahul istiğfar ləhu, və öz atasından da xahiş edir ki, atası da onlar üçün bağışlanmaq istəsin. Və yəqul, və deyir, İmam Hüseyn əleyhissalam onun üçün ağlayana deyir ki, əyyuhəl baqi, ey mənə ağlayan, Ləv alimtə ma əəddəllahu lək, əgər Allah sənin üçün neyi hazırlayıb ondan xəbərin olsaydı, ləfərixtə əksər mimma həzintə, o zaman bu kədərlüğün yerinə daha çox sevinərdin. Yəni, bu ağladığına görə Allah bunun müqabilində nə verəcək, bu ziyarətin müqabilində Allah sənə nə verəcək, bunu bilsəydin, o zaman ağlamazdın, daha çox sevinərdin. Və innəhu ləyəstəğfir ləhu min kulli zənbin və xatiyyə. Və İmam Hüseyn əleyhissalam həmin o şəxs üçün bütün günahlarından və bütün xətalarından bağışlanma diləyir. Yəni bunların hamısından bağışlanma deyil və bunlar da hamısı bizə qısa olaraq məlum eləyir ki, yəni bütün Peyğəmbər və onun əhl-i beyti onu ziyarət edən şəxslərin hamısını tanıyır. Bəli, çox sağ olun. Allah sizdən razı olsun. Bəli, buradan tamaşaçılar, yəni minnətdarımızı bildiririk. Vaxtımız yəni sona çatdı. Allah bizləri dünya və axirətdə əhl-i beytdən ayrı salmasın, dünyada da, axirətdə də ziyarətini bizlərə nəsib eləsin. Yəni çox gözəl qeyd ediniz. Allah sizdən razı olsun. Allah sizdən razı olsun. Təşəkkür ederim.